Bəzən görürsən ki, bir çoxları partiyanı şəxsi obyekti hesab edir. Götürək Azərbaycan Xalq Cəbhəsi Əli Kərimli öz obyekti kimi baxır. Kim onu Facebookda və yaxud da ki, TikTokda, digər Instagramda və əgər like eləmədisə, dərhal onun haqqında ölçü götürür. Bu müxalifətçilik deyil. Bu dedikodudur. Onların heç birinin bir döş nişanı da yoxdur. Yəni üstünə vurmaq. Çünki vətən üçün heç bir xidmət göstərməyib. Bir tərəf istəmir pensiya yaşı azaldırsın, hələ istəyir çoxalsın. Uşaq pulu ilə əlaqədar müzakirələr gedir. Elə eşidən kimin ki, pensiyalar artacaqdır, əmək haqqılar artacaqdır, qiyməti o dəqiqə artırır. Əbülfəz Elçibəyin qızının toyunda da iştirak etmiş. Əgər özündən qorxun yoxdursa, özündən çəkinmirsənsə, düzsənsə, təmizsənsə, heç nə ola bilmir. Siyavuş müəllim, necəsiniz? Sağ olun, təşəkkür edirəm, yaxşı. Siz siyasətdə olmasaydınız, hansı peşəni seçərdiniz? Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Yəqin ki, hüquqşünas olardımızda vəkilliyi daha üstünlük verərdim. Vəkil kimin fəaliyyət göstərərdim. Bizim dövrümüz elə bir dövr oldu ki, həm Azərbaycanın müstəqilliyi, həm sərhədlərdə döyüşlər, istər-istəməz siyasətin içində olduq. Yəni biz məşğul olmasaq da siyasət bizlə məşğul oldu. Milli Məclisin 7-ci çağırışına seçkilər zamanı YAP-ın sizin namizədliyinizi irəli sürməyəcəyinə bağlı bir sıra məlumatlar yayılmışdı. Yəqin ki, özünüz də qarşılaşmışdınız o xəbərlərlə. Doğrudan da YAP daxilində belə bir fikir var idi həmin vaxt? Yox, bilirsiniz, YAP-ın namizədlərinin irəli sürülməsi ilə əlaqədar 125 dairədən biz hamısından namizəd irəli sürürük və bununla əlaqədar YAP uzun müddət tədqiqatlar aparır. Hər il deməli bu hesabatlar gedir. Partiyanın üzvü, partiyanın fəalları. Ona görə də partiya nə qərar qəbul etsəydi, biz o qərarı yerinə yetirməyə hazırıq günü bu gündə. Bəzən görürsən ki, bir çoxları partiyanı şəxsi obyekti hesab edir. Və partiya şəxsi obyekt deyil, partiya ictimai-siyasi bir təşkilatdır və təbii ki, kim öz şəxsi marağın, partiya marağın şəxsi maraqdan üstün tutursa və belə düşən vəziyyətdə o cür addım atmalıdır ki, o partiyanın yaşaması üçün yeni insanlar gəlsin, siyasətə yeni insanlar qoşulsun və bunlar partiyanı irəli aparsınlar. Müxalifətçilik də söyüş, tənqiddən ibarət olmaq deyil. Müxalifətçilik alternativ layihələrin təqdimatıdır. Müxalifətçilik buradadır. Yoxsa müxalifətçi filan yerdə taksi düz saxlamadı, bunu cərimə elədilər, mən bunu dedim, niyə elədilər? Bu müxalifətçilik deyil. Bu dedikodudur. Qeyd etdiniz ki, bəziləri partiyalara şəxsi obyekti kimi yanaşırlar. Kimlərdə olar? Götürək Azərbaycan Xalq Cəbhəsi Əli Kərimli öz obyekti kimi baxır. Və bütün partiya işləməlidir ancaq Əli Kərimli üçün götürək. Kim onu Facebookda və yaxud da ki, TikTokda, digər Instagramda və əgər like eləmədisə, dərhal onun haqqında ölçü götürür. Bütün bunun ola bilsin ki, sənin fikrin xoşuna gəlmir. Və fikir pluralizmi harada qaldı? Sən indi öz addımlarını xarici qüvvələrə xidmət edirsən, bəlkə orada Xalq Cəbhəsinin içərisində elə vicdanlı adam var ki, o xarici qüvvələrə xidmət eləmək istəmir, vətəninə xidmət eləmək istəyir. Biri inkişaf eləyən kimi dərhal partiyadan uzaqlaşdırır. Nə qədər partiyanın sədr müavini oradan uzaqlaşıb. Öz üzərində işləyib, hansısa işi görmək əvəzinə oranı özünün şəxsi obyekti kimi idarə eləyib, özünün gəlir mənbəyinə çevirən bir adam kimi bu addımları atır. O cümlədən bu müsavatda həminki proseslər gedir. Ölkənin son zamanlar ən çox müzakirə etdiyi məsələlərdən biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən proseslərdir. Müsahibələrinizdən birində qeyd etmişdiniz ki, o vəzifədə olarkən daim sizin qarşınızı kəsib. Bu nəyə əsasən demişdiniz bu fikri? Partiya tabidir ancaq partiyanın sədrinə.
Partiyanın sədri də cənab prezidentdir. Biz onun tapşırıqlarını yerinə yetirdik. Qalan ikinci bir şəxs hər hansı bir tapşırıq verə bilməzdi və partiyada vəzifə tutmurdusa. Bu da istəyirdi ki, tapşırıq versin partiyaya. Biz qəbul etmirdik bu tapşırıqları. Partiyada da olan, yəni rəhbərlik edən, partiya idarə edən adamlarla da mütəmadi olaraq kəskin mövqeləri vardı və iclaslarda bu özün büruzə verirdi. İclaslarda daima atışma gedirdi. Biz elə düşünürük ki, 2020-ci ildə koronavirus karantin rejimi vaxtı sizin xanımınızla Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməyiniz böyük risk idi. Sizcə də doğrudan da bu risk idi, yoxsa necə? Mən Əbülfəz Elçi bəyin qızının toyunda da iştirak etmişəm. O vaxt ən kəskin müxalifətdə olub, dəvət eləyibdi, qızının toyunda iştirak eləmişəm. Götürək ki, Etibar Məmmədovun atasının yasında da iştirak eləmişəm. Yəni, o bir şeydə iştirakın hansısa yaxınlıq, uzaqlıq məsələsi yoxdur. Əgər insana dəvət eləyirlərsə, insan bu məsələyə də özü qərar verməlidir ki, nə etməlidir. Əgər özündən qorxun yoxdursa, özündən çəkinmirsinsə, düzsənsə, təmizsənsə, heç nə ola bilməz. Pensiya yaşının azaldılması, uşaqlığı kimi məsələlər daim cəmiyyətin müzakirə etdiyi məsələlərdəndir. Sizcə bu nə zaman reallaşa bilər və kişilər və qadınlar üçün pensiya yaşı neçə olmalıdır? Burada iki tərəf var. Bir tərəf istəmir pensiya yaşı azaldılsın, hələ istəyir çoxalsın. Digər tərəf istəyir ki, azalsın. O istəyən kimlərdir? Hansı ki, fəaliyyət göstərməyiblər, işləməyiblər heç vaxtı. Məsələn, qadınsa evdar qadın olub, indi istəyir ki, pensiyaya çıxsın, təqaüd alsın. Və yaxud da ki, ağır işdə işləyən, müəyyən ağır işdə işləyən, təbii ki, mən də onun tərəfdarıyam. Onlar düzdür, 300 kateqoriya insan var ki, bunların yaşlarında fərqlilik nəzərə alınır. Amma götürək ki, məsələn, 60 yaşında adam gedib də kubik qaldıra bilməz. Ağır sahədə işləyən insanların o pensiya ilə əlaqədar olan yaş həddini aşağı salmaq olar. Məsələn, nə qədər? Məsələn, 59, götürək 60, məsələn, kişilər üçün. Uşaq pulu ilə əlaqədar müzakirələr gedir, bilirsiniz. Bir neçə dəfə keçmiş parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri dəvət olunubdur. Qapalı, açıq dinləmə keçirilibdir bundan əlaqədar. Bugün uşaqlarla əlaqədar müəyyən dərəcədə verilir bu pullar. Məsələn, pulsuz bizdə təhsildir, digər məsələlər var ki, doğulanda onların təminatıdır və s. İndi o müzakirələr gedir, dünya praktikası öyrənilir, gələcəkdə baxıb görüb hansı formatı, hansı formanı seçmək olur. Eviniz üçün yəqin ki, ərzaq alış-verişi edirsiniz. Edirsinizsə, demək ki, qiymət artımlarından da xəbərdarsınız. Bu barədə fikirləriniz maraqlıdır. Qiymət artımı var, var, özdə ciddidir deyim ki. Amma bu bizdə, tək bizdə deyil. Mən, məsələn, yayda da, payızda da, qışda da bir neçə ölkədə oldum. Yəni, əvvəlki ilə indiki arasında yerlə göy qədər qiymətlərdə fərq var. Bu, dünyada gedən prosesdir. Götürək ki, bizdə bax, artım nədədir? Yağdadır, ətdədir, götürək, digər ərzaq məhsullarındadır ki, gündəlik tələbat mallarındadır. Bunların hamısı ilə Azərbaycan özünü təmin eləyə bilmir, bilirsiniz. Biz əti də xaricdən ixal eləyirik, ondan sonra yağı da olur, başqa məhsulları da və buna görə də orada qiymət artırsa və yaxud da dolları oranın yerli varlıqası ilə şeylər dəyişirsə,
münasibətləri dəyişirsə, artma, azalırsa, dərhal qiymətlərə təsir edir. Nadürüst adamlar da var ki, elə eşidən kimin ki, pensiyalar artacaqdır, əmək haqqılar artacaqdır, qiyməti o dəqiqə artırır. Yəni süni artımlar da var. Zaman zaman deputatların çıxışları, söylədiyi sözlər cəmiyyətdə geniş rezonans doğurur. Bəzən də onları tənqid hədəfinə çevirir. Buna bir sıra misallar gətirmək olar. Biri də sizin medallarınızla olan görüntünüz idi və bir də çıxışlarınızın birində suyun vedrə ilə ölçülməsi məsələsi idi ki, çox geniş rezonans doğurdu. Bu barədə nə deyə bilərsiniz? Yəni burada qeyri-adi nə olduğunu mən başa düşmədim ki, bu insanlar nə narahat edir. Bu narahat edən ancaq paxıllıq ola bilərdi. Başqa bir şey ola bilməz. Çünki onların heç birinin bir döş nişanı da yoxdur. Yəni üstünə vurmaq. Çünki vətən üçün heç bir xidmət göstərməyiblər. Sənə niyə verməlidirlər ki? İndi sual olunur. Elə sən müxalifətçisən və yaxud da ki, hansısa partiyanın üzvüsən, ya sədrisən, sənə gətirib nəsə verilməlidir. Yox. O baxımından. İkincisi, o məsələni mən deyirəm ki, orada o adam belə dedi. Suyun vedrə ilə ölçülməsi. O adamın dediyin qoyurlar qırağa, onu mənim adımdan götürüb verirlər, istifadə edirlər. Naxçıvan dövrü idi deməli. O siz deyən adamlardan biri yaxınlaşdı ki, Heydər Əliyeviç, bu hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə nə bilim ölçülür, su vedrəylə ölçülür. O litrlə də, o birisi kilo ilə ölçülür, tonla ölçülür. Və bu sədaqətin, nə bilim, vəfalığın da ölçüsü varmı? Özü sədaqəsiz bir adamdır. Dedi, var. Dedi, nədir? Dedi, o zamandır. İstənilən anda o sübut da eləmək. Məsələn, gələndə deyirsən mənə yarım litr çay ver, deyirsən bir çaynik çay verdi. Çaynik nə olur? Ölçü vahidi. Vergini nəyə görə alırlar? Çaynikinə görə də çayçıdan, düzdür. Və yaxud da kafeyə gezir, deyirsiniz ki, bir fincan kofe ver mənə. Demirsiniz ki, 200 qram mənə kofe ver. Xeyli çəki atmağınızla bağlı sizdə hansısa xəstəliyin olduğu barədə informasiyalar yayılırdı. Həmin vaxtlarda doğrudan da ciddi bir xəstəliyiniz var idi, yoxsa necə? Ona görə də çəkimi azaltmıram. Mən istədiyim qədər çəkimi azalda bilirəm, yəni idmanla. Çəkini azaldan kimin həm sifət hissəsində arıqlanma gedir, həm də bədəndə. O dəqiqə soruşurlar ki, xəstələnməmsən. Bir ayağımda problem vardı mənim dizimdə, o da idmanla əlaqədar olaraq. Son dövrlər deməli artırmışdım, 20 kilometr gedirdim təxminən gündə. 20, o da diz qapağında müəyyən problemlər yaratdı. Onunla əlaqədar əməliyyat keçirdim. Siyavuş Novruzov evdə necə biridir? Yəni, məsələn, övladlarınızla münasibətlərinizi necə tənzimləyirsiniz? Siyasət o qədər başımızı qatıb ki, övladlara o qədər vaxt ayırmaq olmur. Ümumi dərsləri ilə soruşursan necədir, vəziyyət necədir. Bu da bir 5 dəqiqə, 10 dəqiqə vaxt çəkir. Qalan hallarda yəni çatdırmaq, siyasətlə məşğul olun. Adamların hamısında belədir, çatdırmaq olun. Ümumiyyətlə, uşaqlarınız nə işlə məşğuldur? Yəni, ali təhsil alırlar hər ikisi? Oğlum universitetin magistraturasında oxuyur. Hüquq fakültəsini bitirdi, magistraturaya qəbul olundu. Bu il başa vuracaq magistraturana. Qızım isə 9-cu sinifdə oxuyur. Bir neçə gün sonra doğum gününüz olacaq. Ad gününüzü harada qeyd etməyi düşünürsünüz? Evdə. Yəni, mən ad günlərin heç keçirtmirəm. Nə o yubiley olanda da keçirmirəm. Biz milli liderin tələbəsiyik. Ona görə ondan öyrənmişik. Belə şeyləri çox sadə baxırıq. Məsələn, milli lider uzun məcburiyyətdən sonra, xahiş minnətdən sonra deməli, bircə dəfə 70 illiyin keçdi, o da Naxçıvanda, Naxçıvan Ali Məclisinin sədri. Ona qədər və ondan sonra
heç vaxt o yaşın qeyd eləmir. Ancaq evdə ailə üzvləri ilə qeyd eləyirdi. Yəni nümunəni rəhbərimizdən götürürük. Prezidentimiz görürsünüz, öz ad günlərin əvvəllər qaçqınlarla keçirilir. İndi işğaldan azad olmuş ərazilərdə gedir insanlarla keçirdir. Yəni belə. Yəni bu qoyulmuş yoldur bizim üçün.